Xalqımızın və dövlətimizin tarixində şanlı və şərəfli gün olan 8 noyabr Zəfər günü bütün ölkə ərazisində olduğu kimi Lənkəranda da təntənə ilə qeyd edilib. Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Talih Qaraşov, icra aparatının nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, vətən müharibəsi iştirakçıları öncə Lənkəranda olan milli qəhrəmanların abidələrini, daha sonra Şəhidlər Xatirə Abidə kompleksini ziyarət edib, şəhidlərimizə olan hörmət və ehtiramlarını ifadə ediblər. Bu qələbə günü münasibətilə başda Ali Baş Komandan olmaqla bütün Azərbaycan xalqın bu zəfər günü münasibətilə təbrik edirəm. Allah şəhidlərimizi rəhmət eləsin. Bunu da mən qeyd etməliyəm ki, bu qələbə ilə cəmi şəhidlərin qisası alındı. Bununla biz, necə ki, hamısı kimi mən də bir şəhid atası olmaqla qürur hissi duyuram. Daha sonra Zəfər günü ilə bağlı yerli mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə şəhid valideynləri və vətən müharibəsi əlilləri üçün Yaşa Vətən Çox Yaşa, Yaraşır Zəfər Sənə adlı konsert proqramı və bayram süfrəsi təşkil olunub. Tədbirdə çıxış edən Talih Qaraşov şəhid ailələrinin üzvlərini və yerli ictimaiyyətin nümayəndələrini Zəfər günü münasibəti ilə təbrik edib, dövlətimizin günü-gündən daha da qüdrətləndiyini, xalqımızın hər zaman qələbəyə layiq olduğunu bildirib. İcra başçısı qazanılan qələbəyə görə şəhidlərimizə və vətən müharibəsi əlillərinə borclu olduğumuzu qeyd edib. Şəhid ailələrinin üzvləri və yerli ictimaiyyətin nümayəndələri qazanılan zəfərə görə şəhidlərimizə, ordumuza minnətdar olduqlarını ifadə ediblər. Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.